Hər kəsə salamlar. Bu gün uşaqlarımız haqqında danışmaq istəyirəm. Videonun yazısından da anladığınız, bəlkə son zamanlarda ən çox eşitdiyimiz, ən azı bir 10-15 il ərzində eşitdiyimiz cümlə budur ki, indiki uşaqlar başqadır. İndiki uşaqlarla bizim kimi davrandığı kimi davrana bilmirik. Onlarla ehtiyatlı olmalısan, onlar fərqlidirlər və son zamanlar özəlliklə mənə bu mövzu az qala mistikləşmiş bir şey kimi gəlməyə başladı. Bir də əlbəttə ki, bu, mistikanı bərkidən, teoriyalar var. Məsəl üçün ezoterik dünyada ki, uşaqlar indi fərqli ruhlarla gəlir, onlar işıq gətirirlər özləri ilə falan filan. Bilmirəm. Mən yəni bu dünyadan o tərəfə, nə baş verdiyini həqiqətən bilmirəm. Bilmədiyim şeylər haqqında da ağıla-ağıla danışmağı da sevmirəm. Ona görə bilmədiyimi bilmirəm. Amma, biz görürük ki, bizim uşaqlar biraz fərqlidir. İndi mən fikrimi deyəcəm bu barədə ki, məncə niyə fərqlidir. Özəlliklə də bu elə teoriyalar kənardan bu informasiyanı bərkidəndə və insanın hələ ki tam da özü üçün oturuşmuş, şəxsi düşüncəsi olmayanda bizdə sanki hə, elə bil ki, bir sözlə insan özünə başa salır ki, bizim uşaqlar fərqlidir, gərək ehtiyatlı olasan onlarla. Məncə, çox səbəb də, ola bilər burda, amma mən 2 əsas axın görürəm. Birincisi odur ki, biz, bəlli bir, tərbiyə alaraq böyümüşük. Əgər sənin də mənim kimi, yəni 40 üstə özəlliklə yaşın varsa, heç olmasa 35 üstə yaşın varsa, sən Sovet dövründə görmüsən, və valideynin Sovet dövründə yetişmiş, o tərbiyəni görən, o tərbiyə ilə bizi böyüdən insanlar olub. Yəni təxminən düşünürəm ki, burda ortalama ilə yəqin ən çox mənim izləyicilərim 25 yaş plusdur, və ən azından, bacı-qardaşlarından ya da valideynlərindən bilirlər, tərbiyəni görmüşük də. Yəni o nənə-babamız da həmçinin və sair. Biz, böyüyərkən 2 dövrün kəsişməsinə düşmüşük. Harda ki, indi, eee, bizim məsəl üçün mən öz situasiyamı götürüm. Mənim anamla müqayisədə o vaxt nə internet yox idi, nə informasiya yox idi. İndi biz, psixologiya haqqda anlayışımız var, daha çox geniş. O vaxt məsəl üçün psixologiyanı sadəcə, o fakültetdə oxuyan insanlar bilərdi, psixoloqlar bilərdi. Çox da, yayılmamışdı bu qədər maraq və məlumat. Amma biz indi oxuyuruq və başa düşürük ki, travma deyilən şeylər var və, özümüzün əziyyət çəkdiyimiz şeyləri artıq uşaqlarımıza yaşatmamağa qərar veririk. Məsəl üçün, uşaq psixologiyasının haqqında oxuyuruq, məlumatlanırıq Instagramda, kitablardan və sanki özümüzə söz vermişik ki, biz uşaqlarımızı fərqli böyüdəcəyik. Özəlliklə o insanlar hansı ki, hiss edir ki və düşünür ki, valideynin onu böyütdüyü tərzdən, həsədlər alıb, travmalar yaşayıb və, qərarlıdır uşağını fərqli böyütmək. Bunun üçün də dediyim kimi yetərincə informasiya var və oxuyur. Biz böyüyəndə, bizə nə deyirdilər də, yəni uşaqsan otur uşaq olduğun yerdə. İndi isə biz növbəti nəslə individuallıq bəxş etməyə çalışırıq. Onların şəxsiyyətinə və bura daxildir onların seçimi, onların fikirləri, mənliyi, bunların hamısına hörmət eləməyə çalışırıq. Onların olmasına yer yaratmağa çalışırıq. Türklər demiş, alan yaradırıq bunların ortaya çıxa bilməsi üçün. Yəni biz özümüzün bilirəm ki, hamıya aid deyil, amma çox insan məni bu dəqiqə anlayacaq. Çünki o vaxt nadir ailələrdə uşaqların haqqı olurdu. Çoxumuzda olmurdu. Biz özümüzdən fərqli olaraq uşaqlarımıza o mən varam, mənim bu dünyada yaşamağa haqqım var və mənim bu ailədə bir üzv kimi önəmim var hissini bəxş etməyə çalışırıq. Və bu çox gözəl bir şeydir. Mən də yəni bunu etməyə çalışıram və dəstəkləyirəm. Sadəcə burada bəzi bir nüanslar var. Biz çoxumuz, özümüzün böyüdüyümüz etapdan keçirik və uşağımıza tamamilə fərqli davranmağa çalışırıq.
Və biz düşünürük ki, əlimizdə yetərincə məlumat var bu haqda. Çox incə nüans burada odur ki, 99% insan şəxsi terapiyadan keçmir. Və bu dəqiqə, yəni 3 ildir şəxsi terapiyada olan insanı dinləyirsiniz siz. Güvənin mənə ki, insan öz daxili dünyasını tanıyandan sonra kənarda o, psixologiya haqqında oxuduğu kitablar və məlumatlar nə qədər yetərsiz olduğunu anlayır. Onlar teoretik olaraq bizə baza verir. Amma biz sanki o bazanı əzbərləyirik və götürüb tətbiq etməyə çalışırıq. Amma o bazada özümüz haqda məlumatları tapmağa çalışmırıq. Nəyə demək istəyirəm? Məsələn, bizim hamımızın içində ə, uşaqlar var, uşaq var, hansı ki acdır. Çünki uşaqlıqdan bəri o istədiyi mən varam duyğusunu yaşaya bilməyib, istədiyi diqqəti görməyib, istədiyini edə bilməyib. O acdır, o istədiyi kimi yaşamaq istəyir. Və biz deyirik, okey, mən bunu fərqində olmadan əlbəttə ki, bunu götürürəm və bəxş edirəm uşağıma. Və problemlər burada yaşanmağa başlayır ki, bir də deyirik ki, bu uşaqlar indi çox fərqlidir. Onlarla söz demək olmur. Yəni bir növ biz deyirik ki, biz uşaqlarımızla sərhəd qurmağı öyrənməmişik. Uşağa elə bil ki, haqq vermişik çox, amma uşaq onunla nə edəcəyini bilmir. Çünki biz onu uşaqlara verərkən onunla nə edəcəyini bilmirdik. Sanki biz o qəfəsdə söz haqqı olmayan uşağı içimizdən açırıq, deyirik, get azad ol. Onu bir növ təsəvvür etməyə çalışın mənimlə birgə. Onu keçirdirik, qoyuruq uşağımıza. Deyirik, bax, mən bunun vasitəsilə indi mən də bunu yaşayacağam. Uşağımızı azad edirik, amma o spesifik nüanslar var, hansı ki, o uşağa azadlıq vermək lazımdır, amma sərhədlər də öyrətmək lazımdır. Tərbiyəsini də vermək lazımdır. Çünki bunu etməsək, o uşaq kobud səslənəcək deyirəm, amma quduzlaşır. Biz azadlığımızla nə edəcəyimizi bilmirik. Əgər bilsəydik, unutmayın ki, biz təbiət olaraq biraz heyvanıq. Əgər biz özümüzü çox yaxşı idarə edə bilsəydik, bütün bu qurumlar olmazdı, həbsxanalar olmazdı, polislər olmazdı. Biz özümüz bilərdik necə özümüzü idarə edək. Amma nə qədər insan insanı öldürür, nə qədər cinayətlər baş verir, düzdür? Və nə yaxşı ki, qurumlar var, hansı ki, cəza tətbiq edir. Çünki çox insan cəzadan qorxmasa istədiyini edər. Çünki bizim içimizdə o hiss var, o hissə var, o tərəf var, aspekt var, hansı ki, necə istədiyini, haçan istədiyini, nə istədiyini eləmək istəyir. Və məncə biz uşaqlarımızı tərbiyə edərkən buna diqqət etmirik. Bunun fərqində deyilik özümüz haqda deyə. Uşaqlarımıza bunu veririk, bir də çaşbaş qalırıq ki, sanki bu uşaqları idarə etmək olmur. Uşaqları isə əslində idarə etmək yox, həqiqətən sözün gözəl mənasında tərbiyə eləmək lazımdır. Biz isə uşağımıza onda tərbiyə edə bilərik. Bax, bunu şəxsən özümlə deyirəm, kimsə əsla ağıl verməyə çalışmıram. Özüm də 1000 dənə səhv eləmişəm. Yəni 2 uşağım var, birinin 16, birinin 2 və mən görürəm orada etdiyim səhvləri, yanaşmaları indi, yəni baya bir yol keçmişəm deyə bilərik. Biz özümüzün içindəki o ac, o nə istəyirəm eləyim olan uşağı tanıyıb, tarazlaşdırmağı öyrənməyənə qədər biz uşağımıza bunu öyrədə bilmərik. Çünki uşaq da içində çox təbii olaraq o hissəsi var. Özəlliklə də bu hər bir yaşda özünü göstərə bilər. Məsələn, bəzən kontrolsuz olur 2 yaşlı uşaqlar və heç bir, nə bilim, problemləri də yoxdur. Evolyusiya problemləri yoxdur. Amma sanki tərbiyəsiz kimi görsənir. Nə qədər bağça müəllimləri, istər xaricdə, istər burada, Bakıda yaşayanlar şikayət edir mənə ki, uşaqları tamamilə tərbiyəsiz halda gətirirlər. Valideynlər uşaqların nə edəcəyini bilmir. Məncə ilk önəmli nüans budur. İnsan öz içindəki o uşağı tanıyıb tərbiyələndirməyə və necə durdurmaq lazımdır, necə onu formaya salmaq lazımdır öyrənəndə eyni şeyi uşağı ilə də edə bilir və orada bəlli bir balans yaratmaq olur. Harda ki, sən həm fikir azadlığı verirsən, amma bilirsən ki, harda artıq qırmızı çizgi keçilir və o qırmızı çizginin keçilməsində "Oy, sən nə danışsan belə, mən valideynimlə belə danışsaydım, mənim sən nə edərdi?" Elə yox.
doğru halda, yumşaq halda anlayaraq ki, mən illərlə bunu tətbiq edəcəm ki, mənim uşağım anlasın ki, burada bu çizgi var və o çizgini keçmək olmaz. Çünki uşaqlar biz, yəni bizi durduran olmasa, biz daim o çizgiləri keçmək istəyirik. İstədiyimiz kimi yaşamaq istəyirik. Fərqində olmadan, bilmədən. Yəni uşaqları indi fərqli edən, əsas bu misalı gətirirlər də ki, uşaqlar ya tərbiyəsizləşib, ya onlara söz demək olmur, srazu pat deyə cavab verirlər. Məncə o bu səbəbdəndir. Biz onlara azadlıq veririk, amma o azadlıqla, daxili azadlıqla nə edəcəklərini bilmirlər. Ola bilər ki, okey, mən istədiyim kimi danışa bilərəm və valideyn onların qabağında tırsır deyə ya tırsır, ya da dilləşməyə başlayır, ləçərləşməyə başlayır. Onda da pərdə qalxır aramızda. Hər şey çirkinləşməyə başlayır. Yəni tərbiyə prosesi yetərincə mürəkkəb bir şeydir və ona görə mən həmişə deyirəm ki, yəni Instagramda məni oxuyanlar bilir, mən illərlə nə eşidirəm ki, mənim üçün ana olmaq çox mürəkkəb, çox çətin bir şeydir. Çünki bu proses direkt olaraq özünü tanımaqdan keçir. Və mən özümün daxili proseslərimi anladıqca görürəm ki, necə mənim belə deyək, tərbiyə yanaşmam dönüşür və mənə daha asan olmağa başlayır. Nəinki 16 il öncə, haçan ki mən heç başım çıxmırdı bu şeylərdən. Elə bil ki, avtopilotda sanki uşağımı böyütməyə çalışırdım, bildiyim kimi, məni böyütdükləri kimi. Ona görə dəhşətə gəlirdim ki, bu uşaq niyə mənə belə bədəninə belə özündə haqq görür danışmağa. Məsəl üçün anlamırdım ki, mən bu haqqı ona vermişəm. İndi də keçirim ikinci məqama. İkinci məqam isə odur ki, yadınızdadır biz uşaq ikən nə edirdik? Maksimum həyətə düşürdük, oynayırdıq dostlarımızla. Əldə etdiyimiz bütün informasiya hardan gəlirdi? Evdəki olan kitablardan, pis kitabları da bizdən gizlədirdilər. Maksimum ensiklopediyanı açardıq, anatomiyanı açardıq. Ya da ki, dost-tanış kim qonaq gəlirdi evimizə, qulaq asırdıq, valideynimiz nə danışırdı, oradan informasiya alırdıq. Biraz televizordan nəyə bizə icazə verdilər, nəyə baxdıqsa oradan görürdük. Ya da belə çox bilmiş dostlar həmişə olur. Onlar hardan nəsə tapıb informasiya bizə gəlib danışırlar. Yəni bizim informasiya mənbəyimiz bu idi. İndi, ohohohoho. Yəni hər uşağın əlində telefon var, düzdür? Y Pornodan düşmüş, nəyə qədər uşaqlar yol tapıb çox tez yaşdan nə qədər də biz onları kontrol eləsək, mütləq arada bir dost tapılır, hansı ki, nəyisə onlara göstərir, gözlərini açır. Bizim uşağımız da uşaq kimi olsa da gözünü açan tapılır. Çünki indi dəhşət çox informasiya var. Hamı girir Instagramda, başqa ailələri görür, onların ailə dinamikasını görür və məsələn gəlir deyir ki, bax, məsəl üçün bax bu qadın göstərir ki, uşaqla necə danışır. Sən məndən belə danışmırsan. Və gəlir uşaq valideynə pretenziya verir. Pretenziya vermək haqqı var, çünki valideyn ona haqq verib məsələn belə danışmağa və özünü ifadə etməyə. Uşaq da tərzini bilmir, gəlir deyir ki, bax sən məni belə yox, belə, sən pis anasan. Məsələn, uşaq ana da mən pis anayam sözünü eşidəndə coşur, başlayır dalaşmağa, özünü müdafiə etməyə. Bu arada Mən pisəm adlı videom çox maraqlıdır, bu barədə baxa bilərsiniz. Pis ana, pis insan haqda. Yəni necə ki bizim məlumatımız çoxdur guya tərbiyə haqda, eləcə də uşaqlar fərqli ailə dinamikaları görür, fərqli informasiya daxil olur. Onlar bunları həzm etməyə hələ hazır olmayan yaşdan bəri çox məlumat qəbul edirlər. Yanlarında bəlkə də valideyni var, amma bunu görmür, müşahidə etmir, uşağın həyatında aktiv iştirak etmir deyə bilmir harda, nəyi ona kömək eləmək lazımdır, izah eləmək lazımdır. Biz elə bil ki, o azadlığı uşaqlara verəndə, amma hələ də elə bil ki, başa düşmürük uşaqla münasibət qurmaq nədir? O bağ, o dərin kontakt, harda ki, sən daima uşağın həyatında iştirak edirsən. Çünki bəlli bir yaşa qədər onların dəhşətli dərəcədə bizə ehtiyacı var. Hətta yeniyetmə dövründə. Haçan deyirlər ki, yoxdur, amma var. Yəni bilirsiz, o ilim-ilim biz sanki bir-birimizə belə özəlliklə analar birləşmişik belə uşaqla və onu uzun müddət saxlamaq lazımdır. Buna həvəs lazımdır, buna istək lazımdır, buna bacarıq lazımdır. Yəni insan daima özü ilə işləyir. Yəni ikinci məqam, bəli, bu məlumatdır. Uşaqlar dəhşət çox şey öyrənirlər və bilirlər və buna görə də bəzən biz deyirik ki, sanki uşaqlar saflığını tez itirir.
uşaq olmağını, biz, onların yaşında daha naiv idik. Daha, ımm, uşaq kimi idik, saf idik, bilmirdik və uşaq dövrümüz elə bil ki, daha çox uzanırdı. Ona görə çox adi şeylərdən zövq alırdıq. Amma indi uşaqlar nə qədər şey görür, nə qədər şey anlayır. Emm, Bilirsiniz, dünən, çox maraqlı idi, mağazaya girdim və, yekə belə atkırtka, gördüm. Yəni atkırtkalar adətən belə açıq-çıxlar da, hədiyyə yazmaq üçün belə olur, balaca olur ya dəvətnamə kimi də belə. Bunlar belə yekə idi və mən birdən yadıma düşdü ki, heç xatırlamıram, ya Amerikadan, ya hardansa bizə kimsə gətirmişdi belə bu boyda yekə. Bəlkə də hələ də, şkafın üstündə bizdə, ata evində durur onlar. O birdən bilirsiz hansı hiss yadıma düşdü ki, ay Allah, yəni o vaxt ondan bəlkə bizim evdə var idi, bəlkə də 3-5 başqa evdə və necə dəyərli idi o, necə yəni az miqdarda nəsə tapılırdı. Və biz onların necə qədrini bilirdik. İndi itə-tök hər şey, nə qədər istəsən var. Çox insan özünə, icazə verə bilir uşaqlarına da almağa. Hər şeyin, podyelka, daha ucuz versiyasını yaradır. Yəni alırıq, uşaqlar çox görür, çox istifadə edir. Həm məlumat, həm oyuncaq. Elə bil ki, onun da biz, kontrolunu itirmişik. Yəni məncə bu əsas 2 faktordur. Hansı ki, özəlliklə birinci, sonra da ikinci, hansı ki bizim uşaqları fərqli edir. İndi isə, sizə sualım var. Mənə bəlkə cavab verərsiniz aşağıda şərhlərdə. Əgər sənin də uşağın var və sən bu fikri deyirsən ki, uşaq fərqlidir, indiki uşaqlar fərqlidir. Sən nəyi nəzərdə tutursan? Çox maraqlıdır ki, biz o cümləni deyəndə hər valideyn başqa bir şey nəzərdə tutur. Sən onu deyəndə, ən azı yəni mənim videomu dinləmədən qabaq, bəlkə gərək videonun əvvəlində bunu soruşardım, amma nə isə. Nəyi nəzərdə tutursan? Və mənim səncə burda, bu videoda görmədiyim və, əs ifadə etmədiyim əsas nüanslar nədir? Hansı ki, sən müşahidə edirsən uşağında? Bəlkə biz maraqlı, diskussiya aça bilərik şərhlərdə. Bu qədər. İndi bu, mövzu əlbəttə ki, bağlamıram. Daha ətraflı danışacağam. Tərbiyə barədə, uşaqlar barədə də növbəti videolarda, vaxtı gələndə. Amma indiyə demək istədiyim bunlar idi. Təşəkkür edirəm. Gələn həftə yenidən görüşərik. Sağ olun.